Salam, bugün sizlərlə yassı qurdlar tipi sorucu qurdlar sinfinə daxil olan qaraciyər sorucusunun həyat sikli haqqında danışacağıq. Qaraciyər sorucusu ilk əvvəl bildirmək istəyirəm ki, biohelmitlərə daxildir. Qaraciyər sorucusunun həyat siklində 2 ədəd sahib iştirak edir, əsas sahib və aralıq sahib. Əsas sahibin bədənində sorucu yetkin halda, aralıq sahibin bədənində isə sürfə mərhələsində olur. Burada əsas nəyə diqqət edilməlidir? Əsas sahibin bədənində yetkin halda olduğu üçün və yumurtalar əsas sahibin bədənindən çıxdığı üçün, deməli burada cinsi proses gedir. Və qaraciyər sorucusunun cinsi proses getdiyi yer onun əsas sahibidir. Və cinsi proses getdiyi üçün burada meyoz prosesi də gedəcək. Deməli, məsələn, sizə sual verilsə testlərdə meyoz prosesi aşağıdakılardan hansı orqanizmin daxilində gedir, onda əsas sahibi götürəcəksiniz. Yəni qaramalı. Aralıq sahibin bədənində isə mitoz prosesləri gedəcək, mitoz bölünmə gedəcək. Deməli, qaraciyər sorucusunun əsas sahibin bədənindən yumurta halında xaric olur və bu gölə düşməlidir. Və qaraciyər sorucusu əsas sahibin bədənində əsasən qaraciyərdə yaşayır. Qaraciyərdən bağırsağa keçir, qaraciyərdən bağırsağa öd axar vasitəsilə keçəcək. Bağırsaqdan nəcis vasitəsilə xaricə çıxır və xaricə çıxan yumurta gölməçədə deməli inkişaf etməlidir. Burada kirpikli sürfəyə çevrilir. Kirpikli sürfə üzərək göl bizim bədənində quyruqlu sürfəyə çevrilir və quyruqlu sürfə xaricə çıxır. Hər hansı bir bitkinin üzərində sistaya çevrilir və sista vasitəsilə yenidən əsas sahibin bədəninə daxil olur. Burada qısa bir sxemini də çəkmişəm. Deməli, qaramalda yetkin halda olur. Yumurta göldə olur. Kirpikli sürfəyə çevrilir. Kirpikli sürfə ilbizin bədənində quyruqlu sürfəyə keçir və quyruqlu sürfə sonra sista halına keçir. Sistanın isə qaramal bədəninə daxil olur. Bu sista bitkinin üzərində olur və bitki ilə qidalanır qaramal. Orada yenidən yetkin fərdə çevrilir. Suallar belə düşə bilər. Qaramalın bədəninə deməli, qaraciyər sorucusu hansı halda daxil olur, hansı halda xaric olur? Bədənə sist halında daxil olur, qaramaldan yumurta halında xaric olur. Və yaxud da belə sual verilə bilər, aralıq sahibin bədəninə hansı halda daxil olur? Kirpikli sürfə halında daxil olur və quyruqlu sürfə halında isə xaric olur.